Xoş gəldin. Bu meditasiya dişil enerjini oyatmaq və həyatına bolluk axınını dəvət etmək üçün hazırlanıb. Dinləyərkən rahat bir yerdə otur, telefon və ya digər diqqət yayındırıcı şeyləri kənara qoy. Özünə sadəcə bir neçə dəqiqə hədiyyə et. Bu vaxt yalnız sən və kainatın arasında sonsuz sevgi enerjisində olacaq. İndi gözlərini yum, nəfəsinə diqqət et və yavaş-yavaş mənim səsimlə birlikdə dərinləşməyə başla. Dərin bir nəfəs al və ver. Özünü təhlükəsiz, rahat və dəyərli hiss et. İndi təsəvvür et ki, ürəyinin mərkəzində parlayan yumşaq bir işıq var. Bu işıq sənin dişli enerjinin gücüdür. O yumşaqdır, zərifdir, amma çox güclüdür. Bu işıq genişlənir, böyüyür, bütün bədənini işıqlandırır. Sonra otağı, sonra həyatını və kainatı qucaqlayır. Bu işıqla birlikdə bolluk axını sənin tərəfinə yönəlir. Pul, sevgi, imkanlar və xoşbəxtlik asanlıqla sənə gəlir. Sən sadəcə enerji ilə qəbul edirsən və axını hiss edirsən. Zərafətlə, sevgi ilə sadəcə sənə gələn enerjini qəbul edirsən. Axışdasın. Mən həyatın axınına güvənirəm. Mən özümü sevdikcə, kainat mənə bolluqla cavab verir. Mən bolluğun təbii cazibəsiyəm. Mən hər an daha çox imkan və harmoniyanı qəbul edirəm. Mənim həyatımda gözəllik və zənginlik axını daimidir. Mənim bolluqla əlaqəm təbii və güclüdür. Mən hər gün daha çox sevgi, pul və fürsət qəbul edirəm. Mənim varlığımın hər hüceyrəsi zənginlik və işıq saçır. Mən kainatın sonsuz nemətlərinə açığam. Mənim həyatımda bolluk, sevgi və möcüzələr çoxalır. Mən bolluğu qəbul edirəm və bu bolluğu bölüşürəm. Mənim hər addımım rifahla, firavanlıqla dəstəklənir. Mənim yumşaqlığım, dinc enerjim bolluğu cəzb edir. Mən möcüzələri qəbul etməyə açığam. Həyatın bütün sahələrindəki gözəllikləri mənə cəzb edir. Mənim yumşaqlığım və zərifliyim imkanları maqnit kimi çəkir. Mən öz dəyərimi tanıyıram və həyat da bunu bolluqla əks etdirir. Mən bolluk və sevgini qəbul etməyə layiqəm. Dişli enerjim sayəsində harmoniya və firavanlıq yaşayıram. Mən bolluğun axınındayım. Öz dəyərimi anlayıram. Mənim sevgi enerjim həyatımda maddi və mənəvi zənginlik yaradır. Mən özümü dəyərli gördükcə, kainat da mənə daha çox dəyər verir.
Mən möcüzələri qəbul etməyə açığam. Kainatın mənə göndərdiyi hədiyyələri sevinclə qəbul edirəm. Mən axışda olduqca varlığımın hər hüceyrəsi zənginliklə işıq saçır. Mən dəyərliyəm. Mən kainatın bolluq qapısına açığam. Mən zərifəm, mən gözələm, mən özələm, mən dəyərli biriyəm. Mənim dişli enerjim, mənim öz enerjimlə bəslənir. Ruhumun layiq olduğu dəyəri ona hiss etdirirəm. Dişli enerji yaradıcı gücdür. Mən yaradıcı gücümü azad buraxdıqca həyatımda möcüzələr baş verir. Mən özümü sevdikcə həyatımda sevgi ilə aşıb daşır. Mən öz bədənimi, ruhumu və duyğularımı sevgi ilə qucaqlayıram. Mənim dişli enerjim həyatımda dərin sevgi və sağlam münasibətlər yaradır. Mən özümü qəbul etdikcə bütün dünyada məni qəbul edir. Mən daxili gücümü yumşaqlıqla ifadə edirəm. Mənim ruhum gözəllik, incəlik və zənginliklə çiçəklənir. Mən həyatla rəqs edirəm və hər şey təbii axışda baş verir. İndi dərin bir nəfəs al və ver. Bədənindəki işığı hiss et. Həyatına daxil olan bolluğa, sevgiyə və ilahi hədiyyələrə minnətdar ol. Unutma, sən tamamsan, sən dəyərlisən və sən həmişə kainatın sevgisi ilə qorunursan. Dişli enerji indi sənin içində oyandı. Bu gücü hər gün yanında daşıya bilərsən. Həyatın axınına güvən. Çünki hər şey sənin xeyrinə işləyir. Sən artıq zənginlik və mənəvi gözəllik üçün açıq qapısan. İndi birlikdə təkrarlayaq. Bu an dediyim hər bir kodlama ruhumda və bədənimdə möhkəmləndi. Mən hazıram. Bolluğu, sevgini və möcüzələri qəbul edirəm.